Mətləb Muxtarov, sağollaşma. Hərbi komissarlığın önü yavaş-yavaş boşalmağa başladı. Hamını yola saldılar. Mənə və başqa 2 nəfərə dedilər ki, siz taksi tutub gedin. Bizi komissarlıqdan bir gizir müşahidə edəcəkdi. Naxçıvana düşən əskərləri əvvəlcə Biləcəriyə, oradan da yük təyyarəsi ilə Naxçıvana aparırdılar. Biz də Biləcəriyə taksi tutub getməli idik. Hava çox isti idi. Əvvəlcə məni yola salmağa gələn dostlarım yoxa çıxmağa başladı. Hər kəs bir bəhanə ilə sağollaşıb getdi. Sonra əmim qolumdan tutub məni kənara çəkdi. Cibindən 20 manat çıxardıb, zorla da olsa cibimə dürtdü və mənə baxıb gülümsədi. Hə, əminin balası, əskər gedirsən, əməlli başlı kişi oldun, dedi. Nəsə demək istədim. Ağlıma fərli başlı bir söz gəlmədi. Sustum. Vacib məqamlarda nəsə demək yerinə həmişə susardım. Susmaq xasiyyətim deyildi. Sadəcə bir söz deməyə gücüm çatmırdı. Ağlamaq tuturdu məni. Əmim sustuğumu görüb davam elədi. Qardaşın işdən çıxıb, zəng elədik. Dedi ki, yoldayam, gəlirəm. Onu gözləyirik, gəlsin, sənlə görüşsün, sonra get. O bu sözləri dedikdən sonra siqnal səsi eşitdik. Nağıllardakı kimi səs gələn tərəfə baxdıq. Komissarlığın qarşısında bir taksi bizi gözləyirdi. Gizir hardansa taksi tutmuşdu. O və yol yoldaşlarım taksiyə oturub mənim gəlməyimi gözləyirdilər. Qardaşım gecikirdi. Taksinin gözlədiyini görən əmim Giziri bir kənara çəkib onun cibinə pul bastı ki, biraz da gözləsinlər. Gizir əvvəlcə qeyri-səmimi etiraz eləsə də, sonra arsız-arsız gülümsəyib heç nə demədi. Mən hirsləndim. Nənəm və anamın atdan-atdan ağladığını gördüm. Onların ağlamağı məni biraz daha hirsləndirdi. Getmək istəyirdim. Ona görə də tez onlara yaxınlaşıb, əvvəlcə nənəmi, sonra da anamı qucaqladım. Taksiyə tərəf gedəndə əmmin əlini sıxıb sağ ol dedim. Qolumdan tutdu. Hara gedirsən? Gözlə qardaşın gəlsin. Gizirə hörmət eləmişik, gözləyəcəklər bizi. Hirsli idim. Çıqqı eləsəydi hirsindən ağlayacaqdım. Ağlamaq istədiyimi gizlətmək üçün üzümü turşutdum və tez onun əlindən sivişib taksiyə oturdum. Qapını bağladım. Nənəmlə anam hələ də ağlayırdı. Şofer çaşbaş qalıb Gizir tərəfi baxdı. Gizir də sual dolu baxışlarla əmmə baxdı. Əmim hirsli-hirsli gedin dedi. Taksi yerindən tərpəndi. Arxaya çevrilib baxmaq istədim, amma yanımda oturanların gülümsədiyini görüb arxaya çevrilmədim. Sonralar onlarla belə sağollaşdığım üçün peşman olacaqdım. Əskərlikdən zəng edib danışanda üzlərinə deməsəm də daxilən hamısından üzr istəyəcəkdim. Taksi komissarlıqdan uzaqlaşdıqdan sonra ilk işıqforda durdu. Elə bu anda qardaşımı gördüm. Qaça-qaça işıqforu keçirdi. Təsadüfən gözü taksiyə sataşdı və məni gördü. Mən də əlimi yellədərək ona sağ ol dedim. O isə təəccüblə başını yellətdi. Sanki qardaşını yox, tanımadığı bir insanı görmüşdü. Özümü tox tutub ona göz vurdum. Sonra da gülümsədim. İşıqforda yaşıl işıq yandı. Taksi yerindən tərpəndi. Qardaşım isə üzünü çevirib komissarlıq tərəfə qaçmağa başladı. Radioda bayatlar səslənirdi. Hava çox isti idi.